Biz ümumilikdə düşünürəm ki, bu son raundu saysaq 1 milyon dollardan artıq toxum investisiyası deyək də, yəni seed investment almışıq. Elektron çek məhsulu ilə çalışdığımız Amerika, Kanada və hal-hazırda İngiltərə bazarına daxil oluruq. Biz Technofest üçün müraciət eləmişdik. 25 startap seçilməli idi. 25-liyə düşə bilmədik. Və mən baxdım ki, təşkilatçılardan biri ABB-dir. O vaxtda bizim çox yaxın bir tanışımız, dostumuz Zaur müəllim ABB-də çalışırdı. Mən də Zaur müəllimə yazdım ki, bəs siz təşkilat komitəsiniz, bizə sadəcə bir feedback verə bilərsiniz. Çünki biz hələ produkt yaratmamışıq. Heç nə ideyaya müraciət etmişik. Dedim, biz feedback verə bilərsinizmi? Biz niyə seçilməmişik? Zaur müəllim də çox qısa zamanda geri döndü. Dedi, bəs biz sizi 26-cı startap kimi əlavə etsək, siz özünüz gələ bilərsinizmi? Dedim, əlbəttə gələ bilərik. Bizim üçün də doğrudan da Technofest haqqında eşitmişdik və ölkədə ən böyük bir tədbirin keçirilməsi bizim üçün də çox qürur verici olardı orada olmaq. Biz gəldik, qoşulduq. Elə oldu ki, biz birinci yerə çıxdıq. 25-liyə düşməmişdik, amma birinci yerə çıxdıq. Və orada cənab prezidentlə görüşdük, Türkiyə prezidenti ilə görüşdük, bizə mükafat təqdim etdilər. Həm də o Technofest dövründə də bir çox, istər Səlcuq Bayraktar, istər bir çox startap təsisçiləri, belə deyim, bizim stenda yaxınlaşanda çox maraqla qarşıladılar. Bu da bizim üçün bir ideyanın bir validasiyası oldu ki, bizim ideyamız demək ki, insanlarda nəsə maraq oyada bilir. Biz bunu davam etməliyik. Biz ondan sonra başladıq, belə deyək, işləri görməyə, ona kimi bir böyük bir holdinglərin birindən biz investisiya aldıq və başladıq artıq komandanı qurub produktu düzəltməyə. Fikirləşdik ki, insanlarda artıq çeki skan eləmə vərdişi var, yəni ədvəni geri alırlar. Niyə də bunu bizim tətbiqdə edib sadəcə lotereyalara qoşulmasınlar? Biz də bunun əsasında onlara müxtəlif bir endirimlər haqqında məlumatlar verək. Yoxladıq, bir neçə mağazaları gəzdik komanda ilə birlikdə və orada gördük ki, insanlar o elektron, yəni də kağız jurnallara çox baxırlar, endirimləri axtarırlar. Və o pain point'i belə deyək, oradan gördük. Sandıq mobil tətbiqi istifadəçilərə alış-veriş çeklərini qazanca çevirən bir tətbiqdir. Hansı ki, sadəcə müştərilər Sandıq tətbiqini yükləyir, çeki skan edir, ƏDV çekini həm ƏDV-ni geri alır, həm lotereyalara qoşulur müxtəlif brendlərin bir çek skan vasitəsilə, həm də müxtəlif brendlərdən cashback alır. Bu brendlərlə biz böyük bir lotereya keçirdirik. Harda ki, 2 avtomobil, Sibrizdə mənzil və minlərlə, 15 min ümumilikdə hədiyyə paylayırıq. Bizim məqsədimiz onlarla müştərilər arasında bir loyallıq yaratmaqdır ki, müştərilərinə bir hədiyyə, bir jest göstərə bilsinlər.